أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. هل أتى على الإنسان حين من الدهر لم يكن شيئا مذكورا. إنا خلقنا الإنسان من نطفة أمشاج نبتليه فجعلناه سميعا بصيرا. إنا هديناه السبيل إما شاكرا وإما كفورا. إنا خلقنا الإنسان من نطفة أمشاج نبتليه فجعلناه سميعا بصيرا. إنا هديناه السبيل إما شاكرا وإما كفورا. إنا أعتدنا للكافرين سلاسل وأغلالا وسعيرا. إن الأبرار يشربون من كأس كان مزاجها كافورا. عينا يشرب بها عباد الله يفجرونها تفجيرا. يوفون بالنذر ويخافون يوما كان شره مستطيرا. ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا. إنما نطعمكم لوجه الله لا نريد منكم جزاء
الله الرحمن الرحيم إنا أعطيناك الكوثر فصل لربك وانهر إن شانئك هو الأبتر صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار. Hanım Fatıma Zehra selamullahi aleyha hanım paşa mütehhar ruhun salavatını yad ediyor. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا محمد اللهم صل على محمد وآل محمد. قال الله في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم قل لا أسألكم عليه أجرا إلا مودتي في القربى صدق الله العلي العظيم. İbadat itaatlerimizin, dualarımızın qəbul olunmağı, bu məclisin Allah dərgahında qəbul olunmağından ötəri və əzizlər xahiş ediblər, dua edəyək, xəstələri var, məxsusi xahiş ediblər bu məclisdə, Xanım Zəhranın məclisində dua edəyək. Allah bütün əzizlərimizin xəstələrinə şifa versin, Allah müşküllərin həll eləsin inşallah. Quran-ı Kərimdən oxuduğum bu ayə hamımız əzbər bilirik bu ayəni. Bu ayə məşhurdur Əhl-i Beyt barəsində Şura surəsinin 23-cü ayəsidir. Bu ayə Allah Müteal bu ayə vasitəsilə bizə bir vəzifə qoyur. Bizim üçün bir vəzifə təyin edir. Buyurur, sizin bir vəzifəniz var. Necə namaz qılmaq sizə vacibdir, oruç tutmaq sizə vacibdir, vəzifələriniz var, o vəzifələrinizi yerinə yetirməlisiniz. Bir vəzifəniz də var, o vəzifəni də yerinə yetirməlisiniz. O vəzifə nədir? Buyurur, o vəzifə Peyğəmbərin Əhl-i Beytinin sevgisidir. O sevgi, o məhəbbət buyurur, Allah Müteal mənim qoyduğum bir vəzifədir. Peyğəmbər Əkrəm Mədinəyə gəldi. Mədinəyə gələndən sonra bilirsiniz də, Mədinədə olanlar da, Məkkədə olanlar da, onlar bir keçinin üstündə bəzən dava eləyirdilər. Necə dava? Yəni böyük qəbilələrin davaları olurdu. Adi bir şeyin üstündə, çox da mühüm olmayan bir məsələlərin üstündə, çünki cahil idilər. Cahilin xüsusiyyətidir. Cahil yersiz şeylərin üstündə dayanar. Yersiz şeylərin üstündə mübahisə eləyər. Bu cahilin xüsusiyyətidir. Sağlam adamlar, böyük insanlar, ruhu yetkin insanlar belə şeylərin üstündə nədir? Mübahisə eləmirlər. Həzrəti Peyğəmbər gəldi, onlara neynəmişdi Peyğəmbər? Allah Quranda buyurur, nicat vermişdi. İz kuntum adaən fəəlləfə beynə qulubikum buyurur Quran. Siz bir-birinizlə düşmən idiniz. Allah Peyğəmbərinin vasitəsilə neynədi? Sizin qəlblərinizi barışdırdı Allah.
O peyğəmbər vasitəsilə Allah sizi barışdırdı, qəlblərinizi bir yerə cəm elədi. Və əsbəhtum bin ni'məti ixvanən. Deyir, Allahın nemətinin vasitəsilə nə oldu siz? Qardaş oldunuz. Dəyişdiniz, siz düşmən idiniz, bir-birinizlə qardaş oldunuz. Belə vəsf eləyir. Sonra buyurur və kuntum əla şəfa xufrətin minən nari fəənqədəkum minha. Siz cəhənnəmin uçurumunda idiniz. O uçurumda idiniz. Allah sizə neynədi? Peyğəmbərinin vasitəsilə nicat verdi. Bu ayələri Quran-ı Kərim buyurur, Quran buyurur, Peyğəmbər insanlara bu cür nicat verdi. Peyğəmbər Mədinədə insanları barışdırandan sonra, onları şirkdən çəkindirəndən sonra, siz insansız, insan kimi bir məqamdasınız, onlara başa salandan sonra, oranın varlıları yığışdılar, gəldilər Peyğəmbərin yanına, Peyğəmbərə neynəsinlər? Hörmət eləsinlər. İmkanlılar yığışdılar, dedilər, bu şəxs gəldi, bizə adam kimi yaşamağı öyrətdi. Bu bizə bizim xaliqimizin, həqiqi xaliqin kim olduğunu göstərdi. Dəfələrlə demişəm, elə bilməyin Məkkə müşrikləri yaradana inanmırdılar. Onlar yaradanı başa düşürdülər, yaradan var. Onlar onu bilirdilər. Onlar o bəziləri kimi o qədər düşüncəsiz deyildilər, desinlər yaradan da yoxdur. Onlar müşkülləri oradaydı, səhv tapmışdılar, bütlərə tapınmışdılar. Allah Müteal buyurur, bunlar gördülər bu vəziyyəti, gəldilər Peyğəmbərə, dedilər, indi hörmət eləyək biraz, Peyğəmbərə puldan, paradan verək də, daha bizi gəlib adam eləyib də. Gəldilər, hörmət eləsinlər, Peyğəmbər buyurdu ki, xeyr, mən bunun qarşılığında bir şey istəmirəm. Mən heç bir şey istəmirəm. Allah Müteal buyurdu ki, Peyğəmbər yox, istə. Nədir o? Bu ayə onda nazil olur. Bu ayənin nazil olma tarixçəsi budur. Quran ayəsi nazil oldu ki, Peyğəmbər onlara de, qul de Peyğəmbər, əmr eləyir. Heç bir Peyğəmbər risalətinin müqabilində bir şey istəməyib. Quran-ı Kərimdə buyurur ki, وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرِ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللّٰهِ عَلَى رَبِّ الْعَالَمِينَ. Biz risalətimizin müqabilində heç bir şey istəmirik. Əgər bizə veriləcək bir şey varsa, bu xidmətimizin müqabilində, onu da aləmlərin Rəbbi olan Allah verər. Həzrəti Nuh da, Həzrəti Adəm də, İsa da, Musa da, bütün Peyğəmbərlər bu məntiqlə danışırlar. Həzrəti Peyğəmbərin yanına da gəlirlər, Həzrəti Peyğəmbər də buyurur ki, xeyr, mən heç bir şey istəmirəm sizdən. Allahın əmridir, mən sizi Allaha dəvət eləməliyəm. Allah Müteal deyir, Peyğəmbər deyən, sən istəyəcəksən. Mən sənə deyirəm, istə, nə istəyim ay Allah? Allah Müteal buyurur, de, mənim yaxınlarıma məhəbbət, qurba nədir? Qurba kəlməsi barəsində alimlər, Əhl-i şiə, əhl-i sünnə, alimləri hamısı qurbadan danışanda, məsələn, Fəxri Razi, məşhur əhl-i sünnə təfsirçisidir, Fəxri Razi də qeyd edir ki, qurba, yəni Peyğəmbərin ən yaxınları, Peyğəmbərin ailəsi. Buyurur, onlara mən sizdən nə istəyirəm? Hörmət istəyirəm. Yeganə Peyğəmbərdir. Allah Müteal buyurur, nədir? Peyğəmbər sən istəməlisən. Və Həzrəti Peyğəmbərin, Əhl-i Beytin və Peyğəmbərin özünün məhəbbəti barəsində danışanda nə buyurur? Buyurur ki, İn kuntum tuhibbunallah fəittəbi'uni. Əgər Allahı sevirsinizsə, Peyğəmbər buyurur, Allah danışır ha bunu Quranda. Peyğəmbər demir, Peyğəmbərin sözü deyil. Allah Peyğəmbərə deyir, belə de. Əgər siz Allahı sevirsinizsə, onda mənə itaat edin. Onda mənə tabi olun.
Onda neyləyin? Əhl-i beytimi də sevin, onlara da tabi olun. Necə etməliyik? Nə cür olmalıdır bu məhəbbət? Biz deyirik, Quran bizə neyləyib? Bu əmri eləyib. Bu açıq Quran ayəsidir. İndi bu məhəbbət nə cür olmalıdır? Məhəbbət nə formada olmalıdır? Məhəbbət deyəndə yəni nə? Biz bunu bilməliyik. Hamı iddia eləyir bizim məhəbbətimiz var. Hamı deyir biz Əhl-i Beyti sevirik. Məhəbbətin birinci növü nədir? Qəlbdə məhəbbət. Bu məhəbbətin ən azıdır. Məhəbbətin ən az həddin sizdən soruşsalar nədir? Deyin ki, məhəbbətin ən az həddi odur ki, insan içində onu saxlayır. Nəyəsə məhəbbət bəsləyir, o məhəbbət onun içindədir. Bu məhəbbətin ən azıdır. İçdə olan məhəbbət, belə məhəbbəti insanlar, qeyri-müsəlmanlar da bəsləyə bilirlər. Belə məhəbbəti nədir? Qeyri-şiyə də bəsləyir. Cor-cordaqın da bu məhəbbətdən var. Başqa-başqa xristiyan olan insanlar olublar, onlar Əhl-i Beyt barəsində kitablar yazıblar. Süleyman Kəttani olub, kitab yazıb, o da məhəbbət bəsləyib. Hamısının məhəbbəti var, kitab yazıblar onların şənində. İndi bunların məhəbbəti harada olub? Qəlbdə olub bu məhəbbət. İçəridə olan məhəbbətdir. Bu bir cürdür. Həzrət İmam Hüseyn əleyhissalam Küfədən çıxdı, Küfədən. Yox, üzr istəyirəm, Məkkədən çıxdı, Küfəyə gedir. Bilirsiniz də, Məkkədə Abdullah ibn Ömər var idi. Abdullah ibn Ömər xəlifənin oğludur. Yəni, ikinci xəlifənin oğlu. İkinci xəlifənin oğlu gəldi İmam Hüseyn əleyhissalama dedi ki, Hüseyn bir dənə dayan, İmam Hüseyn dayandı. Dedi, sinəvi aç, sinəndən öpün. Dedi, niyə? Dedi, mən səni çox istəyirəm axı. Mən çox sevirəm səni, çox istəyirəm. İstəyirəm sinəndən öpün. Hacı, gəl bura, zəhmət olmasın. Gəlin. Dedi, mən istəyirəm sinəndən öpün. Dedi, niyə? Dedi, mən Peyğəmbərdən eşitmişəm axı və Peyğəmbərdən görmüşəm, Peyğəmbər sən uşaq edin, Peyğəmbər sənin sinəndən öpdü. Ona görə istəyirəm sinəndən öpüm. Gəldi İmam Hüseyni öpdü, qucaqladı, ağladı. İmam Hüseyni istəyir, sevir İmam Hüseyni. İmam Hüseyn əleyhissalam ona qayıtdı, dedi, lə tədə'əni nusrati. Məndən köməyimi əsirgəmə. Mənə kömək elə. Dedi, Hüseyn, məni bu məsələdə üzürlü bil. Mən sənə qoşula bilmərəm, mən səndən gələ bilmərəm. Bu nədir? Bu içəridə olan məhəbbətdir. İmam Hüseynlə gələ bilmədi, İmam Hüseyni qoruya bilmədi, müdafiə eləyə bilmədi. Bu məhəbbət nədir? Məhəbbətin ən azıdır, içəridə olandır. Əgər bu da insanda olmasa, əgər bu məhəbbətdə olmasa, münafiqdir. Bu məhəbbət olmasa Peyğəmbər Əkrəm nə buyurur? Buyurur, ya Ali, la yuhibbuka illəl mu'min və la yubğiduka illəl munafiq. Bütün məzhəblər hədisi nəql ediblər. Əli yalnız və yalnız səni mömin sevər. Yalnız və yalnız səndən münafiq düşmən olar. Yəni içəridə o hörmət də olmasın Əhl-i Beytə, o sevgi də olmasın, daha münafiqsən ki, daha münafiq olursan. Quran buyurur, daha münafiqdir. Peyğəmbərin hədisi buyurur, daha münafiqdir. Bu məhəbbətin ən az həddidir. İçəridə nə olsun? Bu məhəbbət olsun. İkinci nədir məhəbbət? İnsanda, dildə izhar olsun. İkinci mərhələsidir. Məhəbbət artıq dildə nə eləyir? İzhar eləyir. Dildə o məhəbbətin bildirir. O hörmətin bildirir. Çatdırır o məhəbbətin, gizlətmir, içəridə saxlamır. Meysəm-i Təmmar neynədi? Dilini qopartdılar Meysəm-i Təmmarın.
Meysəm-i Təmmarda o məhəbbətin hamısı var. Dili dayanmadı. Götürdülər ki, bunu aparın. Dedi, sənin ağan nə deyib? Sənin ağan nə deyib? Deyir, mənim ağam deyib ki, səni yalnız və yalnız vələdü zina öldürər. Sənin dilini qopardar. Səni bu cür öldürər saydı. Dedi, indi bunu aparın. Asın dar ağacından, dilini də kəsməyin, belə eləməyin, qoy bunun ağasının yalançı olduğu ortaya çıxsın. Meysəm-i Təmmar dedi, indi gör, mən elə bir iş görəcəm, onda görərsən, mənim ağam yalancıdır, yoxsa doğrucudur. Meysəm-i Təmmar başladı danışmağa, sən busan, sənin anan filan kəsdir, sənin nəslün, nəcabətin bu olub, mənim ağam bu fəzilətlərdə olan adamdır. Dözmədi, dedi, dilini kəsin. Dilini kəsin, aparın, dar ağacından asın, belə eləyin, bu cür eləyin. Bu Meysəm-i Təmmar, Əbazər və digərləri Əhl-i Beytə o məhəbbətləri neyniblər? Şairlər olublar, Kumeyt olub, Fərəzdəq olub. Onlar öz eşqlərini bildiriblər, gizlətməyiblər, aşkara çıxardıblar. Bu nədir? Bu ortaya çıxarılan məhəbbətdir. Bir də məhəbbət əməlidir. Əməldə olmalıdır məhəbbət. Əməldə görsənməlidir. Əməllə yanaşı olmalıdır. Mən Əhl-i Beyti sevirəm. İmam Hüseyn haqqında da danışıram, sevgim də var ona, amma əməlim yoxdursa, əməllərində Əhl-i Beytin əməlləri təzahür eləmirsə, onda Əhl-i Beyt əleyhissalam buyurur, xeyr, biz dediyimiz məhəbbət deyil. Biz dediyimiz məhəbbət odur ki, təzahür eləsin. Nə buyurur Həzrəti Əli? Buyurur, ə'inuni bi-vərə'in vəl-istihad. Mənə təqvada çalışmaqla kömək edin. Peyğəmbər nə buyurur? Peyğəmbər buyurur ki, təqvavuzda bizə kömək edin. Təqvalı olun, iman əhli olun. İmam Baqir əleyhissalam buyurur, la qərabətə beynənə və beynəllah. Allahla bizim qohumluğumuz yoxdur. Biz Allahla qohum deyirik ki, Allah bizi çox istəyir, sizi istəmir, filan eləmir. Nədir? Təqvanın nəticəsindədir. Və bizə də buyurur ki, əgər siz də təqva ilə əməl eləsəz, sevginiz təqva ilə olsa, Əhl-i Beyt sevgisi sizi təqvaya götürsə, onda nə olacaq? Siz bizim sevimlimiz olacaqsınız. Siz bizim sevimlimiz olacaqsınız. İndi təsəvvür eləyin ki, rəftarımda Həzrət Əlinin rəftarı yoxdur. Mənim rəftarımda Həzrət Zəhranın rəftarı yoxdur. Onda o nə məhəbbətdir? O məhəbbətin bir faydası yoxdur. O məhəbbət fayda verməyəcək. Əhl-i Beyt dediyi məhəbbət deyil. Həzrət Zəhra salamullahi aleyha fəzilətindən nə qədər danışsaq, qutaran deyil. Həzrət Zəhra salamullahi aleyhanın Peyğəmbərə oxşar cəhətləri var. Alusi nə deyir? Deyir ki, Həzrət Zəhra üçün bu gələndə, Həzrət Zəhranın fəzilətlərinə gələndə deyir ki, Zəhra, üzr istəyirəm, başqa bu Əhməd Cüməə adı ilə məşhur olan alimdir. Bu deyir ki, mir'atən li əbiha. Öz atası üçün nədir? Güzgüdür Həzrəti Zəhra. Həzrəti Zəhra atası üçün nə cəhətdən güzgüdür? Güzgü olmağının səbəbləri var, xüsusiyyətləri var. Həzrəti Zəhra hansı xüsusiyyətləri özündə cəmləşdirib, öz atası üçün güzgü olub? Hədis buyurur ki, ərbə'atu xisalin yəxudu bihəl mərə. Əgər bir kişidə 4 dənə xüsusiyyət olsa, o kişi ən ucalara mənəvi aləmdə neyniyib? Ucalır. Nədir? Əl-iffə, vəl-ədəb, vəl-cud, vəl-əqr. İffətdir. İnsanın iffəti olsun, sonra buyurur nədir? İnsanın ehsan eləməyi, isar eləməyi olsun, sonra buyurur ədəbi olsun, sonra buyurur ağıl sahibi olsun.
Həzrəti Zəhraya bir baxaq. Ədəb hardadır Həzrəti Zəhranın ədəbi hansı məqamdadır? Kör kişi eşitmişsiniz də məşhurdur. Kör kişi evə gəlir Peyğəmbərin yanına, Həzrəti Zəhra keçir başqa otağa. Yəni bir xanımın, kör bir kişinin qabağına çıxmağı nədir? Şərii cəhətdən baş açıq çıxmağının heç bir eybi yoxdur. Çünki görmür. Görmür. Mən kənddə görmüşdüm ki, məsələn, qohumlardan da var idi də, xanımlar qaynatadan yaşmaq tuturdular. Mən deyəndə deyirdim, gəlirdim, gəlindi, qaynatadan görürdüm, üzünü də bağlayır. Yaşmaq onlar buna deyirlər, üzünü də bağlayırdılar. Deyirdim, axı qaynatadan bunu tutmaq lazım deyil, bunu bayıra çıxanda bağlamaq lazımdır. Gülürdülər, onun başı xarab olur, bu nə danışır? Qaynatanın yanında bürünürdü, evdə bürünür, bayıra çıxanda nədir? Bəzənib düzənir. Bayıra çıxır, bir dənə ətir vurur, naməhrəm 100 metrdən o ətirin iyinə dönür, baxır. Həzrəti Zəhra dedi ki, o birdən hiss eləyər naməhrəm var. İnsan hissi nədən eləyər? Hərəkətlərindən birdən evdə gəzir, xanım da hiss eləyər, bu evdə xanım var. Həzrəti Zəhra salamullah əleyha buyurdu ki, xeyr ya Rəsulallah, və hansı ayəyə Həzrəti Zəhra əməl eləyirdi? O ayədir ki, Qur'an-ı Kərimdə buyurur Peyğəmbər və qullil mu'minati yəqzudnə min əbsarihinnə. Mömin kişilərə deyir, gözlərin yumsunlar. Mömin xanımlara da deyir, gözlərin yumsunlar. Belə deyil, mənə neçə dəfə deyiblər xanımlardan. Bu nə deyirlər, deyirsiniz xanımlar örtünsün, xanımlar örtünsün və kişi gözünü bağlasın, baxmasın da. Allah kişiyə də deyir, xanıma da deyir. Allah kişiyə deyir, gözünü bağla, xanıma da deyir, gözünü bağla. Sonra nə buyurur? وَلْيَضْرِبْنَ بِخُمُورِهِنَّ عَلَى جُيُوبِهِنَّ. Başqa bir ayədə, bu Nur surəsi 31-ci ayədir. Bir də Əhzab surəsi 59-cu ayədə buyurur ki, يُضْنِينَ عَلَيْهِنَّ مِنْ جَلَابِهِنَّ. Nə deyir Allah? Birində cəlabib deyir, birində xumur deyir. O adamlar var, deyir, biz filosofuq, biz Qur'anın bu başından girib o başından çıxmışıq. Biz Qur'anı əzbər bilirik. Biz ərəb dilinin atasıyıq. Elə bir ki, Yaqub ibn Qəhtan budur. Ərəb dilinin bir növrəsini bu qoyur. Qur'anda deyir, sən nə danışırsan? Qur'anda bəyəm hicab haqqında ayə var. Hicab yoxdur Qur'anda. Yoxdur. Allah ayədə deyir nə? Xumur və cuyub. Elədir. Nəyə deyir Allah bunları? Yəni, xumur budur, örtəcəksən başıva, boğazıvı da neyniyər o? Örtər. Bu ayə harada nazil olmuşdu? Ayənin tarixçəsi haradaydı? Ayənin tarixçəsi o idi ki, Peyğəmbər çıxdı, gördü bir cavan gəlir, üzü para olub, qan axır. Dedi, nə olub üzüvə? O vaxtda, yəni, hasarlar düzəldirdilər də daşdan, palçıqdan, həyətlər görsənməsin. Deyir, gördüm, naməhrəm keçirdi ya Rəsulallah. Gözüm qaldı onda, başım dəydi divara, daş kəsdi üzünü. Quran ayəsi nazil oldu. Quran ayəsi nazil oldu. O vaxtı xanımlar nə edirdilər? Başına atırdılar kürəklərinə. Boğaz, boyun hamısı görsənirdi. Görmüşsünüz indi təzə mod hicablar. Boğaz görsənir. Əzizlər, ayədə buna deyir ki, nədir? Bunu örtməlisən. Sonra nə deyir? Sonra da Allah Müteal buyurur ki, bundan əlavə bir dənə nədir? Cəlabib var. O cəlabib də başdan ayağa örtüydü. İndi sən istəyirsən bunun adını hicab qoy. İstəyirsən çarşab qoy, istəyirsən kəlağayı qoy, istəyirsən nə bilim nənələrimizin geyindiyi şalvar qoy. Nənələrimiz, o şalvar bu şalvardan deyildi.
üzr istəyirəm, elə bilsən kraska söktü, buraxırlar küçəyə. O bundan deyildi. Nənələrimizin geyindiyi o iffət libası idi. O başqa şey idi. Quran-ı Kərim bunları deyir, bu ayələr bunu deyir və ayələri oxusunlar, xanımlar oxusunlar. Nur 31-i oxusunlar, Əhzab 59-u oxusunlar diqqətlə. Ayədə bilirsiniz, Allah hansı xırdalıqlara işarə edib. Allah Teala buyurur ki, zinətlərinizi örtün və zinət yerlərini də örtün. Yəni, qulağını da ört, sırğanı da ört. Təzə sıxıb, sırğa buradan sıxıb sallanır. Yoxdur belə bir şey. Əzizim, mən bunu deməliyəm. Xoşuna gəlməyəcək, narahat olarsan, filan olar, özü bilərsən. Qiyamət günü yaxandan yapışmayasan. Gəlib qiyamət günü yapışarsan yaxandan ki, sən cəmaatı özünə dəvət edirdin. Elə danışırdın ki, heç kimin xətrinə dəyməyəsən. Sən cəmaatı başına yığırdın. Sən özünü təbliğ edirdin. Sən bununla məşğul edin. Sən haqqı demirdin. Niyə demədin bizə? Bax, deyirəm. Deyirəm ki, bu Allahın hökmüdür. Həzrət-i Zəhra salamullah əleyha iffətdə nümunədir. Həzrət-i Zəhra korun qabağında belə neyniyir? Həzrət-i Peyğəmbər buyurur, qızım, o səni görmür, niyə belə elədin? Həzrət-i Peyğəmbər danışdırır Zəhranı. Həzrət-i Zəhra buyurur ki, ya Rəsulallah, mən ki onu görürəm. O məni görmür, mən onu görürəm. Bu xüsusiyyətdir, ədəbidir. Hansı ədəbdədir xanım Zəhra salamullah əleyha? Ədəb nədir? Ümumiyyətlə, ədəb barəsində bir hədis buyurub Əhl-i Beyt əleyhissalam. Buyururlar ki, əl-ədəbu ən yəqifəl insanu əla həddihi. Ədəb odur ki, insanı öz həddində saxlasın. Yəni, sənin həddin budur, həddini aşma. Ədəb bunu göstərir. Yəni, sənin evdə övladının üstündə sən ata həddindəsən. Xanımının üstündə həyat yoldaşı həddindəsən. Xanım, sən kişinin, ərvin qabağında xanım həddindəsən. Kişi, sən evində oğlunun üstündə ata həddindəsən, amma atavın qabağında oğul həddindəsən. Bunlara riayət elə. Həzrət-i Zəhra neynir? İmam Həsənlə necə nəvaziş edir? Elədir. O əzəmətdə olan məsumə xanım, bu məsumədir. Həzrət-i Zəhra 14 məsumdan biridir. Allahın seçilmiş bəndəsidir. Allahın pak-pakizə qərar verdiyi əzəmətli bir xanımdır. Əlinin qabağına gələndə hansı ədəblə gəlir? Deyir ki, ruhi li ruhi kəlfida, nəfsi li nəfsi kəlfiqa. Ruhum sənə fəda olsun Əli. Canım sənə qurban olsun Əli. Həzrət Əli ona deyir ki, Zəhra, mən sənin üçün çox şeyləri eləyə bilmirəm, bunu eləyə bilmirəm, onu eləyə bilmirəm. Onun cavabı nədir? Ruhi li ruhi kəlfəda, ruhum sənə fəda olsun. Bu nə sözdür Əli? Bu nədir sən buna görə narahat olasan? İndi necədir? Boşanırıq. Niyə boşanırsınız buna? Mən istəyirəm evdə filan mebel olsun, mən istəyirəm filan şey olsun. Neçə vaxtı mən ondan dava edirəm, mənə prava ala bilmir. Bunun üstündə boşanır. Gülürük. Amma çox ağlamalı bir vəziyyətdir. Çox ağlamalı bir vəziyyətdir. Və heç birimizə də yad deyil bu səhnələr. Bu səhnələri biz nədir? Müşahidə edirik, bu səhnələri görürük.
Xanım diqqətli olmalıdır bu məsələlərdə. Ədəb qaydaları, həmçinin də nə? Kişi, xanım Zəhra bircə xanımlar üçün nümunə deyil, həm də kişilər üçün nümunədir. Kişilər də buna diqqət eləməlidirlər. Kişi elə bilməsin, elə iffət, ədəb, məsələn, hədisdə deyilib ki, ədəbdə xanımlar daha diqqətli olmalıdırlar. O nə üçün deyilib? Çünki xanımı Allah belə xəlq eləyib. İncə məxluqdur, cazibədar bir məxluqdur. Naməhrəmin nəzərin tez çəkər, cəmiyyət ona baxıb fəsada tez düşər. Amma kişi də elə ədəb göstərməlidir ki, Allah bütün sağ olan üstadlarımızın canlarını sağ edəsin. Hər məclisdə bunu deyirəm. Nə olub, nə əldə eləmişik. Ustadımızın Hacı Səxavətin çoxunuz tanıyırsınız. Bir dənə sözü var idi. Deyirdi ki, dərsdə, əxlaq dərsində, kişi elə əxlaqlı olmalıdır, elə ədəb göstərməlidir ki, naməhrəm onun ədəbindən utanıb özünü yığışdırmalıdır. Onun ədəbindən. O naməhrəmi görəndə ki, mən çıxdım naməhrəmin qabağına bu cür, bu viddə mən çıxmışam qabağına, o məni süzmədi başdan ayağa, o başın saldı aşağı, istiğfar elədi, getdi. O bunu görüb həya eləsin, utansın biraz bundan. Buyurur ki, diqqətli olmaq lazımdır. Həzrəti Zəhra salamullahi aleyha bu ədəbi göstərir ailədə. Uşaqla davranışın demişik, keçən söhbətlərdə qeyd eləmişik, Həzrətin məclisində qeyd eləmişik. Uşaqları necə nəvaziş edir, necə yetişdirir uşaqları. Və üçüncü nədir? Üçüncü xüsusiyyət, mühüm xüsusiyyət Allaha yetişməkdə insana lazımdır. Buyurur ki, vəl-cud, neynəməkdir? Ehsan eləməkdir. Əziz qardaşım oxudu, İnsan surəsini, hələ Əta surəsini oxudu. Neçə dənə ayə Əhl-i Beyt barəsində danışır Allah Mütəal. Bir dənə surəni, İnsan surəsini göndərib Həzrəti Zəhranın, onun ailəsinin şəninə. Alusi orada deyir də, deyir, Hurleyndən Allah danışmayıb, ona görə li-hurməti bəd'atir rəsul Fatimətə bətul. Alusi bir söz nə təəssüb keçdi. Çox təəssüb keçdi. Deyir ki, Allah Hurleyndə bu danışmadı bu surədə. Niyə danışmadı? Çünki Peyğəmbərin qızı oradadır. Peyğəmbərin qızının hörmətinə danışmadı. Onun hörmətini Allah gözlədi, danışmadı. Baxın, bir dənə surə danışır, neynəmişdilər, hamımız bilirik də, yetimə, əsirə verdilər, miskinə verdilər yeməklərin, ac qaldılar özləri. Yaxşı, bir dənə də ayə var Quranda başqa yerdə. O ayədə harda nazil olmuşdu? Peyğəmbər Əkrəm bir nəfər məscidə gəldi, dedi ki, acam, mənə kim kömək eləyər, bitkiyə yemək verər? Həzrəti Peyğəmbər dedi, kim buna kömək eləyər? Həzrəti Əli əleyhissalam qalxdı ayağa, tez götürdü onu, dedi, gedək evə. Dedi, ya Rəsulallah, varım evə, mən onun kömək eləyəcəm, yemək verəcəm. Apardı evə, dedi ki, Zəhra, yeməyə nə var? Həzrəti Zəhra buyurdu ki, Əli, uşaqlar üçün yemək var, eybi yoxdur, uşaqlar bu gecə az yata bilərlər. Onu verək, qoy yesin, Allahın qonağıdır. Qoy o yesin. Həzrəti Əli gələndə, sabahsı gün gələndə Peyğəmbər bunu gördü, dedi, ya Əli, neynəmisiniz? Dedi, ya Rəsulallah, neynəmişik? Deyir, Cəbrail gəlmişdi. Cəbrail gəldi, dedi, Allahın bəzi bəndələri var, onlar başqalarını özündən qabağa salırlar ehtiyacları olduğu halda. Onlar ac qalırlar, amma başqalarının qarnını neynirlər? Doyururlar. Bu ayə, ya Əli, Zəhranın şənində nazil oldu. Bu ayə siz Əhl-i Beytin şənində nazil oldu. Allah Mütəal bunu deyir. Əql də bəllidir.
Həzrəti Zəhra salamullahi aleyha qeyd eləmişdim ki, Fədəy xütbəsində bir məsələlər qoyur ortaya, elə bir sözlər, elə bir ayələr oxuyur, açır, məsələnin həqiqətini açır. Həzrəti Zəhra nübüvvətlə imamət zəncirinin həlqəsidir. Həzrəti Zəhra vilayətlə nübüvvət zəncirinin həlqəsidir. Həzrəti Zəhra həmən bir varlıqdır ki, Qur'an-ı Kərimin və Peyğəmbər Əkrəmin risalətinin tamam olacağı ayələr nədir? Onun balasının vasitəsiyləndir. O kimdir? Həzrəti İmam Zaman Əleyhisselam. Dünyaya gəlişin necədir? Cəbrail, Mikail, İsrafil, qiyamət xəbərin gətirən mələk gəlir, xəbər verir. Əzəmətli bir varlıq. Allah möhtəşəm bir dənə şərait yaradır Həzrəti Zəhranın dünyaya gəlişi üçün. Deyir, balaca insan dünyaya gəlmir. Həzrəti Zəhranın çox fəzilətləri var. Alimlərdən biri bir dənə qəşəng söz deyir. Deyir ki, Həzrəti Zəhranın çoxlu fəzilətləri var. Biz o fəzilətləri sayıb zaten qurtara bilmərik. Biz qiyamətdə tanıyarıq Həzrəti Zəhranın həqiqi məqamı nədir? Həzrəti Zəhranın fəzilətlərinin içində bu fəzilət deyir, məni çox düşündürür. O hansı fəzilətdir? Onu mərhum Kuleyni nəql eləyib. Kuleyni də Qeybət-i Suğranın dövrünə gedib çıxan alimdir. Yəni, İmam Zamanın kiçik qeybət dövrünə kimi gedib çıxan alimlərdəndir. O dövrdə olan alimlərdəndir. Kafi kitabında nəql olunur bu hədis İmam Sadiq əleyhissalamdandır. Deyir, Cəbrail ona nazil olurdu. Bunun harasındadır? Fəzilət harasındadır? Bu hədisin harasındadır? Cəbrail nazil olurdu, yəni nə? Həzrəti Əli buyurur ki, ya Peyğəmbər, ləqəd inqətə bimautikə, vəhiy sənin gedməyinlə, sənin vəfatınla daha vəhiy bitdi. Ya Rəsulallah, daha Cəbrail sənin gedməyinlə daha vəhiy gətirmir, qutardı. Quran ayəsi vəhiy gətirmək qutardı. Amma Həzrəti Zəhranın yanına gəlirdi. Cəbrail, İmam Sadiq əleyhissalam buyurur, Zəhranın yanına gəlirdi. Peyğəmbərdən ona danışırdı. Deyirdi, narahat olma, Peyğəmbər filan yerdədir. Peyğəmbər bərzəxdə filan yerdədir. Peyğəmbər bu cürdür, narahat olma, ürəyini sıxma. Cəbrail gəlir, ürək dirək verir. Quran-ı Kərim buyurur ki, Həzrəti Məryəmə də mələikələr nazil olur. Nə deyir ayədə? Buyurur ki, وَإِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللّٰهَ اسْتَفَاكِ وَتَحَّرَكِ عَلَى النِّسَاءِ الْعَالَمِينَ. Məryəm, mələklər dedilər, Məryəm, Allah səni seçdi, səni pak-pakizə qərar verdi, səni bu aləmdə indi nə qədər qadınlar var, bu qadınların üstünün elədi. Bunu mələklər deyirdilər. Cəbrailin mələklərə nisbəti Peyğəmbərin digər Peyğəmbərlərə nisbətidir. Cəbrail mələklərin içində, yəni Həzrəti Peyğəmbər digər Peyğəmbərlərin içində. Məqam bu qədər fərqlidir. Həzrəti Peyğəmbər əşrəful məxluqatdır, əşrəful ənbiyadır, xatəmul ənbiyadır və Həzrəti Cəbrail də mələklərin içində bu nisbətdədir. Cəbrail gəlir Həzrəti Zəhraya. Həzrəti Məryəmə gəldi, dedi, Məryəm, Allah səni pak-pakizə qərar verdi, səni pakladı. Nə üçün paklayıb Allah Həzrəti Məryəmi? Nə eləmək istəyir Allah Məryəmdən? Nə düzəltmək istəyir? Allah Məryəmi niyə bu cür pak eləyir? Bir dənə pak varlıq Məryəmin bətnindən dünyaya gəlsin. O kimdir? Həzrəti İsa.
Həzrəti İsa Məryəmin bətnindən dünyaya gəlsin. Baxın ha, əzizlər, məsum, napak bətnindən dünyaya gəlməz. Məsum pak bətindən dünyaya gəlməlidir. Həzrəti Məryəm o paklardan da Allah onu seçir. Allah seçir onu. Həzrəti İsa gələcək və deyir ki, ya Məryəm uqnuti vəscudi vərkə'i mə'ər-rakin. Ey Məryəm, buna görə səni pak-pakizə qərar vermişəm. Səni pak bir mövlud üçün seçmişəm. Buna görə Rəbbivə qunut tut, rüku elə, səcdə elə. Buna görə təşəkkür eləmək lazımdır. Hə? İndi gəlir əşrəfül məxluqat Həzrəti Peyğəmbərə deyir ki, sənə bir qız vermişəm. İnnə a'taynəkəl kəvsər. Fasalli li rabbikə vənhar. İnnə şəniəkə huvəl əbtar. Peyğəmbər, biz sənə bir dənə qız vermişik, Kəvsəri vermişik. Peyğəmbər, yəni hər şeyi sənə vermişik. Ona görə təşəkkür elə. Ona görə təşəkkür elə. Həzrəti İsa nə deyirdi? Həzrəti İsa deyirdi ki, Allah məni seçib nə? Məni Allah qərar verir, cəaləni mübarəkə, cəaləni nəbiyyə. Məni Peyğəmbər seçib, məni mübarək, bərəkətli qərar verib və mənə Allah kitab göndərib. Elədir, Həzrəti Zəhranın ləqəblərindən biri nədir? Peyğəmbər buyurur, mübarəkə. Mübarəkə deyir. Həzrəti Peyğəmbər ki, bu sözləri deyib əzizlər, bu sözlər Qur'anın sözləridir. Adamlar olacaq, nə danışırlar, nə danışırsınız? Bizə Qur'an ayəsi deyin. Deyim Qur'an ayəsi. Həl-Ata surəsi var, Kəvsər var, Əhzab surəsi, Təthir ayəsi var, Mübahilə ayəsi var. 120-yə kimi ayə, bəzi alimlər 135-ə kimi ayələr qeyd ediblər Həzrəti Zəhranın şənində. Bunlar bir qırağa. Mən sizə ayə deyəcəm, o ayədən bəlli olacaq ki, Həzrəti Peyğəmbərin dediyi hər bir söz nədir? Zəhra barəsində dediyi hər söz nədir? Quran ayəsidir. Buna dəlilim var ha, Qurandan. Qurandan dəlilim var. Qur'anın sözüdür Peyğəmbərin sözü. Nə deyir? Allah Peyğəmbəri sığortalayır və bizə neyniyir? Peyğəmbəri şəriət sahibi qərar verir. Belə deyir Allah, buyurur, وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوا. Peyğəmbər sizə nə verdi? Nə dedi? Götürün. Nədən çəkindirdi? Çəkinin. Qadağa qoydu nə üçünsə? Çəkinin. Peyğəmbər sizə nəyi verdi? Qəbul eləyin. Deyəcəklər, şəri hökmlərdir. Yox, növbəti ayəni oxuyuram, səbirli ol. Növbəti ayəni oxuyuram. Sözü də indi deyəcək. Buyurur ki, mən yu'ti'ir rəsul fəqad ata Allah. Nisa 80-da da deyir ki, kim Peyğəmbərə itaət eləsə, Allaha itaət edib. Peyğəmbərə itaət eləyən Allaha itaət edib. İnnə Allahə yərda li ridaha və yəğdəbu li qədəbiha. Deyir Peyğəmbər Həzrəti Zəhra barəsində. Zəhranın qəzəbi ilə qəzəblənir, onun sevinci ilə Allah xoşhal olur, sevinir. Bunlar başa düşmək üçün də, yəni Allah onun razılığı ilə razı olur. Bu Peyğəmbər, bu şəxs, bu sözləri deyir. Quran buyurur ki, Lə əntiqu ənil həva. Bu Peyğəmbər neynəməz? Özündən bir şey deməz. Nə deyirsə, in huvə illə vəhyun yoxa. Nə deyirsə, o dediyi nədir? Vəhiydir.
Cəbrailin və Allahın başqa yollarla elədiyi vəhidir. Vəhiyin neçə növü var da. Biz bal arısına vəhiy elədik, Həzrəti Musanın anasına vəhiy elədik. İlham da nədir? Allah tərəfindən vəhiyin bir növü nədir? İlhamdır Peyğəmbərin qəlbinə. Baxın əzizlər, Peyğəmbər nə deyirsə vəhidir, özündən bir söz demir. Peyğəmbər nə qədər söz deyir? Buyurur ki, Zəhranın qapısı mənim qapımdır. O qapının hörmətini sındıran Allahın hörmətini sındırır. Nə desin Peyğəmbər? Allah deyir, onun qəzəbi ilə qəzəblənir, razılığı ilə razıdır. Demir Zəhra Allahın razılığı ilə, əksin deyir. Allah burada iradə dəyişmir. Həzrət-i Zəhra Əhl-i Beyt fanidir Allahda. Allah harda qəzəblənirsə, Əhl-i Beyt də orada qəzəblənir. Allah harda bir şeyi istəyirsə olsun, Əhl-i Beyt də onu istəyir. Bu Həzrət-i Zəhra salamullahi aleyha buyurur ki, mir'atən li əbiha, atası üçün güzgüdür. Həzrət Peyğəmbər üçün güzgüdür. Peyğəmbər kimi bir şəxs, Peyğəmbər darıxanda nə deyirdi? Deyirdi, Zəhranı çağırın. Vəhiy nazil olmuşdu Peyğəmbərə. Cəhənnəm ayələri gəlmişdi Peyğəmbərə. Peyğəmbərin halı dəyişmişdi. Dedilər, tez gedin Həzrəti Zəhranı çağırın. Xanım Zəhranı çağırırdılar ki, Peyğəmbər özünə gəlsin. Demirlər, bütün kitablar nəql eləyirlər, qalaq-qalaq kitablar nəql eləyir bu hədisləri. Peyğəmbər onu görürdü və deyirdi ki, Zəhra, mən səni görəndə mən cənnətin qoxusunu səndən alıram. Mənim sənin cənnətin yox, ha, Peyğəmbərin cənnəti. Peyğəmbər deyir, cənnət üçün darıxanda Zəhradan alıram cənnətin qoxusunu. Peyğəmbər mənim olacağım cənnətin qoxusunu almır Zəhradan, özü olacağı mərtəbə, o cənnət. Hardadır Həzrəti Zəhranın məqamı? Hansı ucalıqdadır bu xanım? Allah Müteal onun vasitəsilə buyurur ki, Peyğəmbər sənə hər şeyi verdim, mübarəkəni verdim. Zəhranın mübarəkə olmağı hardadır? Bu balalar sənin bətnündən gələcək və risalətin tamamı bunlarla olacaq. 2 dənə ayədir. Bu ayəni yadınızda saxlayın. Yer üzünə mənim salih bəndələrim hakim olacaq. Yer üzünü ədalətlə dolduracaq. Kimin barəsindədir? Həzrət İmam Zaman barəsində. Allahümmə səllə Muhammed. İkinci ayə nədir? İkinci ayə də budur ki, Quran buyurur, yer üzündə yeganə din olacaq İslam dini. Mən sual verirəm, bütün müsəlman aləminə sual verirəm, bütün müsəlmanlara. Məzhəbindən, əqidəsindən asılı olmayaraq. Deyirəm, bu 2 dənə ayə Peyğəmbərdən nazil olub, belədir. Peyğəmbərdən bu yana elə bir şey olub, yer üzündə yeganə din İslam dini olsun. Hamı İslamda olsunlar. Hamı İslamı qəbul eləsin. Olub belə bir şey? Yox, olmayıb. Yer üzündə belə bir şey olub, Peyğəmbərdən bu yana bir nəfər ədalətli şəxs olsun, ilahi şəxs olsun, bütün insanlar baş üstə deyib onu qəbul eləsinlər, yer üzü gülüstanlıq olsun. Olub, olmayıb. Bəs sizin Quranınız deyib olacaq axı, haçan olacaq o? Ged ateistə cavab verir, mənim Zəhra ilə danışmağımla özümü məşğul eləmə. Ateistə bir dənə cavab vermirsən sən. Birdən 2-yə görmürəm, sən ateistlə danışasan. Ateistin şübhələrinə cavab ver, o Allahsızla danış. Bu Quran ayələrin təsdiqi İmam Zaman əleyhissalamdandır və bu ayələrin təsdiqi Həzrəti Zəhranın balası ilə olacaq. Səhih Buxari, Müslim hədislər nəql eləyirlər. Səhabələr bəhsi var Buxaridə.
Peyğəmbər dedi, bəzə'tu minni, mənim bir parçamdır, onu qəzəbləndirən məni qəzəbləndirib. Peyğəmbəri qəzəbləndirən Quran buyurur, Allahı qəzəbləndirib. Həmən Əhzab surəsində ayələri var. Nə ki Peyğəmbəri, deyir, möminlərə əziyyət eləyənə Allahın lənəti olsun. Əhzab surəsi deyir. Əhzab surəsi deyir, açın bir dənə oxuyun Əhzab surəsi. Deyirəm, Allaha və onun rəsuluna əziyyət eləyənə Allahın lənəti olsun və möminlərə əziyyət eləyənə Allahın lənəti olsun. Bunu Allah deyir Əhzab surəsində. İndi Həzrət-i Zəhra Peyğəmbəri qəzəbləndirən nədir? Allahı qəzəbləndirib. Həzrət-i Zəhranı qəzəbləndirən də Səhih Buxaridə hədis nəql olunur, buyurur ki, nədir? Peyğəmbəri qəzəbləndirmiş kimidir. Həzrət-i Peyğəmbər buyurur, məni qəzəbləndirmiş kimidir. Baxın, əzizlər, Əhl-i Beyt əleyhimussalamın məhəbbəti nədir? İnsan həm içəridə, həm dildə, həm neynəsin onu əməldə və həm də bir məhəbbət var, o canlandır. O ən yüksək mərtəbədir. Onu kimlər eləyirdilər? Onu Kərbəlada İmam Hüseynin yanında olanlar. Canla biri gəldi İmam Hüseynin yanına, İmam Hüseynə Ubeydullah Cofi idi. İmam Hüseyn əleyhissalama dedi ki, İmam Hüseyn dedi, gəl mənə kömək elə də, dedi, qılıncım var, atım var, verim sənə Hüseyn, amma məni üzürlü bil də, mən istəyirəm yaşayım. İmam Hüseyn əleyhissalam buyurur ki, mən kana badilən fina məhcədəhu fəlyərhəl mə'na. Hər kim bizə can qurban eləyə bilirsə, o bizlə hərəkət eləyə bilər. Can qurban eləmək, mal qurban eləmək. Qurban eləyəsən Əhl-i Beytin yolunda, kim qurban eləyirdi? Həzrəti Əbəlfəz ağa qurban eləyirdi. Kim qurban eləyirdi? Onun anası qurban eləyirdi. O canın verirdi, anası balaların verirdi. Dedi, hamısı qurban olsun Hüseyn'ə. Hamısı qurban olsun. Baxın, əzizlər, məhəbbətin mərhələləri var. Qur'anın vacib elədiyi məhəbbət budur. İçində olan Əhl-i Beytə qarşı o məhəbbət sənin həyatından görsənməlidir, əməllərə sirayət eləməlidir və görsənməlidir. Bu həqiqi Əhl-i Beyt məhəbbətidir. Allaha and verək İzzət-i Zəlalına. Allah mütəal bizi həqiqi Əhl-i Beyt aşiqlərindən qərar versin.